Rəşad Kərimov Azərbaycanlı boksçudur. Giga Nadiradze ilə görüşəcək 75 kiloqram çəki dərəcəsində. Boksçular barəsində müəyyən məlumatlar hal-hazırda çatdırılır azərkeşlərin boks həvəskarlarının diqqətinə və bir qədər sonra artıq bu görüşdə başlayacaq. Məşqçiləri isə təbii ki, fürsətdən istifadə edərək son təlimatları da verdilər boksçumuza. Günün 6-cı görüşüdür bu. 10 çəki dərəcəsi üzrə görüşlər keçirilir. Və bir daha qeyd edək ki, son 2 çəki dərəcəsi də kəmər döyüşləri olacaq. 79 kiloqramda və ən maksimal çəki dərəcəsində 91 kiloqramdan yuxarı çəki dərəcələrində də biz kəmər döyüşlərini, titul döyüşlərini izləyəcəyik və qalib gələnlərə Almaniyada təsis olunan Heydər Əliyev adına boks komitəsinin Ulu Öndərin adını daşıyan xüsusi boks kəmərləri təqdim olunacaq. Giga Nadiradze hal-hazırda ekranlarınızdadır. Yaxın plandan gördük Nadiradzanı və görüş başlayır. Giga Nadiradze göy geyimdə, Rəşad Kərimov isə qara sarı zolalı geyimdə mübarizə aparır. Bir qədər öncəki döyüşdə olduğu kimi bu qarşılaşmaya da həm yerlimiz çox yaxşı başlayıb. Cəld hərəkətləri ilə, öz cəldliyi ilə, çevikliyi ilə diqqət çəkir Rəşad Kərimov. Rəqibini ringin küncünə doğru sıxışdırmağa cəhd göstərir. Və budur, onun zərbəsindən sonra rəqib yerə yıxıldı. Knockdown. Giga Nadiradze dərhal hakimə bildirir ki, qorxulu bir şey yoxdur və o görüşü davam etdirə biləcək. Və Rəşad Kərimov artıq onun üstünlüyünün ilk nəticəsi göründü və budur. Bu da ikinci zərbə. Deyəsən artıq yavaş-yavaş Giga Nadiradze görüşü davam etdirə bilməyəcək. Bununla barışmalıdır, məğlubiyyəti ilə barışmalıdır. Rəşad Kərimov çox güclüdür. Ardıcıl 2 zərbədən sonra yerə yıxıldı və beləliklə Rəşad Kərimov qalibdir. Azərbaycanlı boksçu ringin küncünə gələrək bax belə öz qələbəsini qeyd edir. Xüsusi təmtəraqla məşqçisi ilə öz qələbə sevincini paylaşdı. Üstün idi, rəqibdən açıq-aşkar üstün idi və ardıcıl 2 sərrast zərbə ilə texniki nokautla qalib gəlir Rəşad Kərimov. Məşqçisi Şamil Kərimov və Rəşad Kərimov ekranlardadır yaxın planda. Tayfun Boks klubunun üzvləri və xatirə şəkildə çəkdirirlər qələbə münasibəti ilə məşqçilər və Rəşad Kərimov. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü il dönümündən sonra olmuş peşəkar boks turnirinin 75 kiloqram çəki dərəcəsindəki qalibi Rəşad Kərimov oldu. Bir qədər sonra 81 kiloqram çəki dərəcəsində daha bir görüşü izləyəcəyik. Beləliklə